Qaraciyər yağlanması olan pasientlərimizə mən hər zaman vurğuladığım şeyi demək istəyirəm. Çünki xəstələr bəzən məndən pəhriz istəyirlər. O pəhrizi şablon şəklində veririk, okey. Amma daha çox pasientlərin xəstəliklərinə yönəlik olaraqdan qidalanmalarını, həyat tərzini düzəltmələri çox daha önəmlidir. Misal üçün, qaraciyər yağlanması olan insanlar mütləq və mütləq tamam aralıqlı oruç tutsunlar, çox gözəl. Mən 100% tövsiyə eləyirəm bunu, amma hərəkət çox önəmlidir. Yəni hərəkət qaraciyər yağlanması olan pasientlərdə bizim üçün birinci səviyyədədir. Daha sonra həyat tərzi, daha sonra medikal müalicələr. Yəni ona görə hərəkət çox önəmlidir. Bundan başqa aralıqlı oruç zamanı xəstə deyir ki, doktor, mən onsuz da doğru düzgün yemirəm, amma çoxlu meyvə yeyirəm. Yəni meyvənin özündə də yetəri qədər qlükoza var, yəni karbohidrat var, şirniyyat var, belə deyim mən hamının başa düşə biləcəyi dildə. Yəni o şirniyyatın meyvədə olan şəkər də, meyvənin şəkəri də bizim kifayət qədər insulin direncimizin artmasına və bu insulin direnci də bizim xoş xassəli olmayan xolesterin dediyimiz LDL-nin, triqliseritin ki, bunlar bizim istəmədiyimiz xolesterin türləridir. Xolesterinin tamamilə yox olmasını istəmirəm. Çünki xolesterin bizim beynimizi qidalandıran bir maddədir. Ona görə biz qan analizə, həkim kontrolunda biz xolesterindən uzaqlaşmalıyıq və ya hansı xolesterini yeyib, hansı xolesterini yeməməliyik, onu həkim kontrolunda qərar versək daha yaxşı olar. İnsulin direncinin bir ayağı da, belə deyim, bu xoş olmayan xolesterin və triqliseritlə bağlantılıdır. Ona görə meyvənin özündə var olan şəkər insulin direncini artırır və dolayısı olaraqdan da bu xoş olmayan, istənməyən xolesterinin, triqliseritin qalxmasına və bu da qaraciyər yağlanmasına, bu da ürək-damar xəstəliklərinə, yüksək təzyiq kimi problemlərin ortaya çıxmasına səbəb ola bilər. Ona görə mütləq və mütləq yediyimiz qidalarda şirniyyatdan uzaq duraq deyirəm hər zaman, amma meyvənin də sayısını və əgər çox şirin meyvə yeyiriksə, üzüm kimi, əncir kimi və ya çox şirin bir armud yeyiriksə ki, bunların içərisində olan karbohidrat kifayət qədər yüksəkdir. Bunları sadəcə gündə bir ədəd olmaq şərti ilə istifadə edək və çalışaq ki, axşam saatlarına salmayaq o meyvəni, günorta və ya səhər saatlarında istifadə edək. Yəni qaraciyər yağlanmasında ən önəmli faktorların başında gələn insulin direncinin yüksək olması, xolesterinin yüksək olması, triqliseritin və LDL-nin yüksək olmasıdır ki, bunları mütləq və mütləq diqqət etmək vacibdir.